Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mübarək Ramazan ayındayıq. Allah ibadət, itaətlərimizi qəbul etsin inşallah. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Müzakirə etdiyimiz ayə Maidə surəsinin 55-ci ayəsidir. Bu ayənin birinci, yəni Qur'anı tərəfini biz müzakirə etmişik və ayə barəsində nazil olan və deyilmiş sözlərin müzakirəsinə çatmışıq. Ötən bəslərdə dedik ki, bu ayə barəsində 4 ehtimal var ki, bu ayə kim barəsində nazil olub? Yəni, müsəlmanların rəhbəri kimdir sualı barəsində 4 fikir var. Bunlardan biri Həzrəti Əleyhisselamdır. İkincisi Ubadə İbni Əs-Samitdir, üçüncüsü Əbu Bəkirdir, dördüncüsü bütün müsəlmanlar qəsd olunur. Dedik ki, hər bir müfəssir, yəni sonraki müfəssirlər həmən bu şəxsləri daha qabartmışdır. Məsələn, Ubadə İbni Samiti, İbni Kəsir, Əbu Bəkiri, İbni Teymiyyə, bütün müsəlmanlar da fəxr razı. Yerdə qalan Həzrəti Əleyhisselamdır. Demək olar ki, Əhl-i Sünnədən o ilkin təfsir alimlərinin bəzilərini nəql etsə də, amma bəzi təfsir alimləri Həzrət Əleyhisselamı sanki görməzliyə gəlmişlər bu ayənin şən-nüzulu barəsində. Hər bir halda amma ilk dəfə bu ayəni Əleyhisselam barəsində nazil olmasını kökündən rədd edən İbn Teymiyyə olmuşdur. İbn Teymiyyə sonraki gələn İbn Kəsir, Şəmsəddin Zəhəbi və s. də artıq İbn Teymiyyənin sözünü də təkrarlamışdı və müasir vəhabilər də baxmayaraq İbn Teymiyyənin heç bir əlaqələri yoxdur bir cəhətdən. Həmən sözü də təkrarlamışlar, bu ayə ola bilməz, Əleyhisselam barəsində nazil olsun və s. Amma mən istədim ki, məsələnin kökünü açıqlayayım. Keçən bəsə dediyimiz kimi, Əllamə Hillinin bir kitabı var, Minhacül Kəramə. Minhacül Kəramə Həzrəti Əleyhisselam və digər imamların imamətini ispat edən bir kitabdır. Minhacül Kəramə kitabının ilk dəlili bununla başlayır. Əl-əvvəl minəl-bərahin əd-dalləti alə imaməti Aliyin qolluhi ta'ala. Birinci möhkəm dəlillərdən ki, İmam Əlinin imamətliyinə dəlalət edir, Allahın bu sözüdür. İnnəmā vəliyyukumullah və rasuluh vəl-ləzîne əmənu'l-ləzîne yuqîmûnes-sələt və yûtûnuz-zəkə və hum râkiun. Allahın bu sözüdür ki, Həzrəti Əleyhisselam müsəlmanların Peyğəmbərdən sonra rəhbəridir. Əllamə Hilli bu ayəni nəql edəndən sonra buyurur ki, vəqət ucmə'u ənnaha nəzələt fi Aliyin. İcma var, alimlər ittifaq edib ki, bu ayə Həzrəti Əleyhisselam barəsində nazil olub. Qalə Sə'ləbi fi isnadihi ila İbn-i-Zər qalə və Sə'ləbi Əbu Zərə istinadən belə demişdir ki, bu ayə Əleyhisselam barəsində nazil olub. Əleyhisselam rükû halında ikən fəqirə öz üzüyünü vermişdir. Bu, Əllamə Hillinin gətirdiyi dəlildir. İbn Teymiyyə məxsusən Minhacü Sünnə əsərində və eyni zamanda digər kitablarında bu fikrin qarşılığında olduqca yanlış bir metod seçmişdi. Və o metod da bundan ibarətdir. İbn Teymiyyə ilk növbədə Minhacü Sünnədə yersiz bir müsəlman əxlaqından uzaq formada Əllamə Hilliyə böhtan atır, iftiralar atır, heç bir formada, yəni rəva olmayan sözləri deyir və sonra buyurur ki, وَقَدْ وَزَعَ بَعْضُ الْكَذَّابٍ حَدِيثًا مُفْتَرًا أَنَّ هَذِهِ الْآيَةَ نَزَلَتْ فِي عَلِيٍّ. Bəzi yalancılar yalan bir hədis uydurub ki, bu ayə Əli ibn Əbi Talib barəsində nazil olub. لَمَّا تَسَدَّقَ بِخَاتَمِهِ فِي السَّلَاتِ. Necə ki, o namazda öz üzüyünü sədəqə verib və haza kəzibun bi icma'i əhlil ilm bin nəql. Bu söz bütün hədis nəql edənlərin nəzərində yalandır və yalan olmağına da icma var.
Əllamə Hilli buyurur ki, وَقَدْ اُزْمَعُوا اَنَّهَا نَزَلَتْ فِي عَلِي Əllamə Hilli buyurur ki, bu söz Əli barəsində nazil olmağa icma var. İbn Teymiyyə iddia edir ki, bunun əksinə icma var. Yəni, bu sözün yalan olmasına icma var ki, belə bir hadisə baş verməyib və bu hədislər uydurmadır, yalandır. Və sonra İbn Teymiyyə başlayır ki, sən necə deyirsən ki, icmadır, Sə'ləbi bunu nəql edib, Sə'ləbi özü yaxşı insan olsa da nəql məsələsində heç vaxt doğruya, yalana fikir verən deyil. Başlayır Sə'ləbini təhqir etməyə, tənqid etməyə ki, onun təfsiri mötəbər deyil. Hər bir halda İbn Teymiyyə burada deyir ki, icma Əllamə Hillinin dediyinin əksinədir və Sə'ləbi də doğru hədis nəql edən şəxs deyil. Bəs görək, həqiqətən də Əllamə Hilli icma deyərkən nəyə nəzər tutulur? Baxın, Əllamə Hillinin mən mətnini yenə oxuyuram. Əllamə buyurur ki, vəqəd əcmə'u ənnaha nəzərət fi Ali, yəni icma var ki, bu ayə Əli barəsində nazil olub. Qalə Sə'ləbi fi isnadihi. Əllamə Hilli icma deyərkən bu icmanı Sə'ləbiyə görə demir. Yəni, demək istəmir ki, Sə'ləbi nəql etdiyi üçün alimlər icma edib. Xeyr, Sə'ləbi o icmada olan bir nəfərin biridir. Yəni, Sə'ləbidən başqa şəxslər də icma edib ki, bu ayə Əli barəsində nazil olub. Amma İbn Teymiyyə deyir ki, xeyr, alimlər icma edib ki, bu söz yalandır. Baxaq görək, həqiqətən də hansı alimlər icma edib ki, bu söz yalandır və hansı alimlər icma edib ki, bəli, bu ayə Əli ibn Əbi Talib barəsində nazil olub. Mən bir neçə tanınmış alimin adını çəkeyim. Onlardan biri Əzuəddin Əbdurrahman ibn Əhməd Əl-İcidir. İci öz Əl-Məvaqif kitabında sözü gedən bəhs barəsində buyurur ki, və əcmə əimmətü təfsir ennəl murad Əli. Əhl-i sünnə alimidir. Buyurur ki, bütün təfsir alimləri icma edib ki, bəli, sözü gedən ayədə məqsəd Həzrəti Əlidir. Demək, Əllamə Hilli yalnız Sə'ləbiyə görə deməmişdi, icma var. Demək, İbn Teymiyyə ki, deyir, alimlər icma edib ki, bu söz yalandır, öz alimləri də bu məntiqdən yalan danışır. Və yaxud Səədəddin Təftəzzani özünün yenə Şərhül Məqasid kitabında buyurur ki, nəzələt bi ittifaqil müfəssirin fi Ali ibn Əbi Talib radiyallahu anhu hina ətəs-sail xatəməh və huvə raki fis-səlati. Deyir, bütün müfəssirlərin ittifaqına əsasən bu ayə Əli ibn Əbi Talib barəsində nazil olub. Ondan fəqir bir şəxs bir şey istədikdə Əli ibn Əbi Talib öz üzüyünü ruku halında ikən ona verdi. Və kəlimətun innəma lil-həsir və ayənin əvvəlində gələn innəma vəliyukumullah həsrə dəlalət edir. Bi şəhadətin nəql vəl-istimal. Həm nəqlə əsasən, yəni rəvayətlər, hədislər bunu deyir və istimal və ərəb dilində də innəma həmişə bu mənada istifadə olunur. Bu da ikinci ittifaqdır. Eyni zamanda müasirlərdən Şəhabəddin Ağlusi özünün Ruhul Məhani təfsirində buyurur ki, və qalibul əxbarin əla ənəha nəzələt fi Aliyin kərrəməllahu təala vəchə fəqəd əxrəcəl hakim və İbn Əbi Nə'man ən İbn Əbbas radiyallahu anhuma bi isnadin muttəsil. Ağlusi buyurur ki, bəli, əsas rəvayətlər onu göstərir ki, bu ayə Əli ibn Əbi Talib barəsində nəql olub. Hakim Nişaburi və Əbi Nə'man İbn Əbbasdan nəql ediblər. Hədis də müttəsildir, yəni sənədlə. Yəni sual budur ki, Əllamə Hilli demişdi ki, icma var. Daha sonra Sə'ləbinin fikrini gətirmişdi. Demək, icma var deyərkən bu kimi alimləri nəzərə almışdı. Bəs yaxşı, mən sual verirəm. İbn Teymiyyə qiyamət günü cavab verəcək. Sən ki, Əllamə Hilliyə o yersiz təhqirləri deyirsən və sonra deyirsən ki,
icma sənin dediyin əksidir və sən yalan deyirsən, bu ayə Əli ibn Əbi Talib barəsində nazil olub. Bəs bu icmalar barəsində deyirsən? Əhl-i sünnənin mötəbər alimləri, mühəqqiq alimləri buyurur ki, icma var, müfəssirlər deyiblər ki, bu ayədə məqsəd Əli ibn Əbi Talibdir. İndi yalancı kimdir, iftiracı kimdir? Əziz izləyicilər, bu məsələni, hakimliyini, qəzavətini sizlərə buraxıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.